16-cı sual. B və DF uyğun olaraq ABC və ADS bucaqlarının tən bölənləri AB CD-yə konqruentdir. AB CD-yə konqruentdir. Daha sonra AD BC-yə konqruentdir. AD BC-yə konqruentdir. Və AC də hər iki üçbucağın, yəni ABC və ADS üçbucaqlarının ortaq tərəfi olduğuna görə deyə bilərik ki, ABC üçbucağı ilə CDA üçbucağı konqruentdir. Üçbucaq, burada yazaq, ABC konqruentdir. Üçbucaq CDA nəyə görə konqruentdir? Tərəf əlamətinə görə. Onda konqruent üçbucaqlarda eyni bucaq qarşısında eyni bucaq durur. Yəni BAY bucağı, onda BAC bucağı deyək. BAC bucağı konqruentdir DCA bucağına. Bucaq DCA-ya. Bunların hər birinə alfa deyək. Daha sonra şərtə görə BY və DF tən bölənlərdir. B bucağı D bucağı ilə bərabər olduğuna görə onların tən bölənlərinin ayırdığı bucaqlar da bərabər olacaq. Yəni buna bir beta desək, bu bucaq betadırsa, onda digər üç bucaqda da tən bölən onu beta və beta olmaqla 2 bərabər hissəyə böləcək. Beləliklə alırıq ki, ABC üçbucağında AB konqruentdir CD-yə. Daha sonra BAY bucaq BAY konqruentdir bucaq DCF-ə. Daha sonra bucaq ABY konqruentdir bucaq deməli CDF-ə. Onda üç bucaqların konqruentliyinin bucaq tərəf bucaq əlamətinə görə üç bucaq ABY konqruentdir üç bucaq CDF-ə. 17-ci sual. 17-ci sualın şərti düzgün verilməyib. Bir üçbucağın bir təpədən çəkilən tən böləni və hündürlüyü uyğun olaraq digər üçbucağın bir təpədən çəkilən tən böləni və hündürlüyünə konqruent olarsa, bu üçbucaqların konqruentliyi demək deyil. Yəni o demək deyil ki, iki üçbucağın hündürlüyü və tən böləni bərabərsə, bu üçbucaqlar konqruentdir. Xeyr. Ola bilər ki, hündürlüyü və tən böləni konqruent olan sonsuz sayda fərqli üçbucaqlar mövcuddur. Şərtində səhv düşüb əlavə şərt verməlidir ki, üçbucaqların konqruentliyin isbat etmək olsun. 18-ci sual. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən hipotenuzə çəkmiş medianı və hündürlüyü digər düzbucaqlı üçbucağın düzbucaq təpəsindən hipotenuzə çəkmiş medianı və hündürlüyünə konqruent olarsa, bu üçbucaqların konqruent olduğunu isbat edin. İki düzbucaqlı üçbucaq təsvir edək. Bunların biri A, B, C olsun. Digəri D, Y, F olsun. Düzbucaq təpəsində hipotenuzə hər ikisində hündürlük çəkək. Və hər ikisində düzbucaq təpəsindən median çəkək. İndi
bu üçbucaqların kongruent olduğunu göstərək. İlk növbədə CMQ üçbucağı FKR üçbucağı ilə kongruentdir. Nəyə görə kongruentdir? Çünki bu üçbucaqların hər ikisi düzbucaqlı üçbucaqdır. Yəni CM FK-ya bərabərdir, CQ FR-ə bərabərdir. Düzbucaqlı üçbucağın bir düzbucaqlı üçbucağın hipotenuzu və kateti digər düzbucaqlı üçbucağın hipotenuzu və katetinə kongruentdirsə, onda bu düzbucaqlı üçbucaqlar kongruent olur. Kongruent olduğuna görə onda MQC bucağı, buna bir alfa deyək, KRF bucağına bərabər olacaq. Daha sonra CQB bucağı da, CQB bucağı 180 çıxılsın alfa və FRY bucağı da 180 çıxılsın alfa olacaq və hipotenuza çəkilmiş median hipotenuzun yarısına bərabər olduğu üçün RY və QB də bir-birinə kongruent olacaq. Onda burada AQ və DR də hipotenuzun yarısına bərabərdir və AQ-nun DR-ə də bərabər olduğunu deyə bilərik. Bunları bir qeyd edək. Məsələn, birini dedik ki, CQ FR-ə kongruentdir, FR-ə kongruentdir. Daha sonra QB RY-yə, QB kongruentdir, RY-yə və bucaq CQB kongruentdir, bucaq FRY-yə. Onda üçbucaqların kongruentliyinin tərəf-bucaq tərəf əlamətinə görə üçbucaq CQB daha doğrusu kongruentdir üçbucaq FRY-yə. Onda buradan çıxır ki, CB FY-yə kongruentdir. CB kongruentdir FY-yə. Deməli, bu düzbucaqlı üçbucağın bir katetinin onun digər üçbucağın bir katetinə bərabər olduğunu göstərdi və eyni qayda ilə AQC və DRF üçbucaqların kongruent olduğunu göstərə bilərik. Bunu biraz aşağı çəkim, şəkil görünsün. Onu da isbatını yazaq. Digər tərəfdən burada AQ kongruentdir DR-ə və QC kongruentdir RF-ə və bucaq AQC kongruentdir bucaq DRF-ə. Onda buradan yenə tərəf-bucaq tərəf əlamətinə görə alınır ki, üçbucaq AQC kongruentdir üçbucaq DRF. Onda belə çıxır ki, AC də DF-ə kongruentdir. AC kongruentdir. Buradan alınır ki, AC kongruentdir DF-ə. AC, DF. İndi bunları şəklin üstündə göstərək. Deməli, AC DF-ə kongruentdir. Göstərdik ki, AC DF-ə kongruentdir. 3 xətt qoyaq bunlara. Daha sonra CB də FY-yə. CB FY-yə kongruentdir. Və hər ikisi düzbucaqlı üçbucaqdır. Onda bunu düzbucaqlı üçbucaqlar üçün kongruentlik əlamətinə görə də demək olar. Yəni, bir düzbucaqlı üçbucağın iki kateti bərabərdirsə, onlar kongruentdir və yaxud bir düzbucaqlı üçbucağın kateti və hipotenuzu o birinin kateti və hipotenuzuna kongruentdirsə, deyə bilərik bu üçbucaqlar kongruentdir və yaxud biz ümumi hər üç tərəfin tapmışıq deyə AC, CB uyğun olaraq DF, FY-yə, AB də DY-yə kongruent olduğuna görə tərəf əlamətinə görə
bu iki üçbucaq kongruentdir deyə bilərik. Yenə qeyd edirəm, bunu düzbucaqlı bir katetin bərabər olduğunu göstərib. Məsələn, CB və FY-nin kongruent olduğunu, CB və FY-nin kongruent olduğunu göstərib. Hipotenuzun kongruent olduğunu göstərib. Düzbucaqlı üçbucaqların kongruentliyi əlamətinə görə də doğru olduğunu isbat eləmək olar. 19-cu sual. ABC üçbucağının C bucağı, BH hündürlüyü və AM medianı uyğun olaraq A1, B1, C1 üçbucağının C1 bucağına, B1H1 hündürlüyünə və A1, M1 medianına kongruent olarsa, bu üçbucaqların kongruent olduğunu isbat edin. Bu ABC üçbucağı olsun. Onun BH hündürlüyünü və AM medianını çəkək. AM medianını çəkək. Digər bir üçbucaq A1, B1, C1 üçbucağıdır. Onun da uyğun olaraq B1H hündürlüyü, B1H1 hündürlüyü və A1, M1 medianı çəkilib. İndi şərtə görə BH, B1H-a, AM, A1, M1-ə, C bucağı da C1 bucağına bərabərdir. C1 bucağına bərabərdir. İsbat etmək üçün əvvəlcə M nöqtəsindən AC-yə perpendikulyar MN parçasını çəkirəm. Eyni qayda ilə ikinci üçbucaqda da M1, N1 parçasını çəkirəm. Onda B1, M1 və M1, C1 bərabər olduğuna görə bu xətt orta xətt olacaq. Həm də ABC üçbucağında BMMC bərabər olduğuna görə MN deməli BHC üçbucağının orta xəttidir. Digər üçbucaqda da M1, N1, B1H1, C1 üçbucağının orta xəttidir. B1H1 BH-a bərabər olduğuna görə onda MN də M1N-ə bərabərdir. MNC üçbucağının və M1N1 C1 üçbucağının bütün bucaqlarının bərabər olduğunu, onun daxili bucaqlarının cəminin 180 olmasından ala bilərik. Onda hər iki üçbucağın MN tərəfi M1, M1 tərəfinə bir tərəfi bərabərdir və ona bitişik iki bucağı beta və 90-dır. Bərabər olduğuna görə onda MNC üçbucağı M1, N1, C1 üçbucağı ilə kongruentdir. Onda kongruent olduğuna görə MC M1, C1-ə bərabər oldu. MC M1, C1-ə bərabər oldu. Və deməli M tərəfin orta nöqtəsi olduğuna görə, digər üçbucaqda M1 orta nöqtə olduğuna görə BM də B1, M1-ə bərabər olacaq. BM B1, M1-ə bərabər olacaq. AMN üçbucağı və A1, M1, N1 üçbucağı, A1, M1, N1 üçbucağına baxsaq, bu üçbucaqların hər ikisinin hipotenuzu, yəni AM bərabərdir A1, M1-ə və bir kateti MN də M1, N1-ə bərabərdir. Onda düzbucaqlı üçbucaqların kongruentlik əlamətinə görə bu iki üçbucaq da kongruentdir. Ona görə də AN A1, N1-ə kongruent olacaq. AN A1, N1-ə kongruent olacaq. Buna bərabərdir. Və NC də digər üçbucaqlar kongruent olduğuna görə M1 C1-ə kongruent olacaq. İndi baxın, hər iki üçbucaqda, ABC üçbucağında da, A1, B1, C1 üçbucağında da nələri aldıq? Aldıq ki, BC kongruentdir B1, C1-ə. Daha sonra aldıq ki, AC kongruentdir A1, C1-ə və bu tərəflərin arasındakı bucaq, yəni BCA bucağı kongruentdir. İkinci üçbucağın B1, C1, B1, C1, A1 bucağına. Onda bu iki üçbucaqların kongruentliyinin tərəf bucaq tərəf əlamətinə görə kongruentdir.
tərəf, bucaq, tərəf əlamətinə görə üçbucaq ABC konqruentdir. Üçbucaq A1, B1, C1-ə.